İlk dediyimiz kimi Roma imperiyasının nəzdində Şam vilayətində, bugünkü Dəməşqdə Mərvanilər oturdu kürsüyə, onları yaratdılar orada, belə deyək, bir mafiya kimi və Mərvanilər də dəstək olurdu kimə? Xəlifələrə. Yəni oradan bütün ordusu ilə, bütün lavazimatları ilə, bütün silahları ilə, hətta belə ərəb döyüşçüləri qiyafəsində oradan ordu gəlirdi. Gör bunlar ərəblərin döyüşçüləridir ilə axır. Sonradan Muaviyyəni orada ən yüksək səviyyəyə təyin elədilər və xilafəti də keçirdilər, belə deyək, Roma imperiyasının ərazisinə, yəni Dəməşqə, Şama. Oradan başladılar nə etməyə? İslamı idarə eləməyə. Və əsas da ki, müstəşar, əsas vəzir, əsas işlər, İslamın işlərini idarə eləyən Sergion idi. Yəni onların əsas bir baş vəziri idi. Cəsusları deyildi. Cəsus demək olmaz ona. O artıq hökuməti idarə eləyən əsas rollardan biri idi. Bu da Romalı idi, Məsihi idi və hökumət də İslam hökuməti təhvil verilmişdi bu Bizantiya Roma hökumətinə. Onların təsvir etdiyi, istədiyi bir neytral İslam dini artıq qurmuşdular. Özlərindən yalançı xəbərlər qururdular, özlərindən belə deyək, namazlar qılırdılar, özlərindən, yəni tamamilə bidət içində olan bir hökumət qurmuşdular. İndi də bu siyasət davam edir. İndi də onların istədiyi bir adamları qururlar, istədiyi cəmiyyəti aparırlar, istədiyi belə deyək, rəhbərlərə, istədiyi bir müsəlman əsas nümayəndələrinə qucaq açırlar və onların əli ilə öz istədikləri yaradırlar. Onlara təhlükə yaratmadığı bir şəxsiyyətləri qururlar, onlara şərait yaradırlar. İndiki həmən hadisələr davam edir. Yalnız, belə deyək, rəsmi şəkildə olduğu üçün bunlar gözə dəymir. Bunlar hiss olunmur ilə axır. Gizli deyil bunlar.